Məşhur bir dastan var. Bu dastan rəvayət formasında, hədis formasında məsumlardan nəql olunur. Əl-Kafi kitabının ilk fəsillərindəndir. Orada bir abiddən bəhs olunur və mələklər onun ibadətinə olduqca rəğbət bəsləyir və mələklər Allaha xitabən deyilir ki, sənin gör nə gözəl bəndən var. Allah buyurur ki, əgər onun məqamını mənim yanımda bilmək istəyirsinizsə, gidin onun əməl dərəcəsinə baxın, görün onun əməl dərəcəsi nə qədərdir. Mələklər baxırlar, görürlər ki, bunun əməl dərəcəsi olduqca aşağıdır. Və Allahdan bunun səbəbini soruşurlar ki, bu ki, gecə-gündüz sənə namaz qılır, oruç tutur, ibadətləri yerinə yetirir, gecələri yatmır, oyaq qalır. Niyə onun əməl dərəcəsi bu qədər aşağıdır? Buyurur ki, bunun səbəbini gedin özünüz öyrənin. Onunla bir neçə gün münasibətdə olun, onunla ibadət edin, yaşayın. Səbəbini özünüz öyrənəcəksiniz. Bir mələk məmur olur, gəlir, insan formasında onun yanına və başlayır onunla ibadət etməyə. O da bununla müxtəlif formada namaz qılır, oruç tutur, zikirləri edir. Görür ki, bunun ibadətində hər hansı bir axsaqlıq yoxdur. Bütün vacibatları, bədəni ibadətləri yerinə yetirir. Daha sonra bu mələk abiddən soruşur ki, sən ki bu qədər ibadət edirsən, bu ibadətindən gözləntin nədir? Niyə ibadət edirsən? Yəni, bu ibadətin bir məqsədi, bir məramı olmalıdır. Sən ibadətin ruhunda nə yer tutur? Bu, həmən abid mələyə deyir ki, bax, görsən, burada yaşıllıq var, otluq var. Bu otlar böyüyür, yaşıllaşır və sonradan tələf olur, quruyur, gedir. Allahdan istəyim budur ki, bir uzunqulaq göndərsin mənə. O uzunqulaq bu otları yesin və bu bihudə olmasın, otlar aradan getməsin. Mələk başa düşür ki, artıq bunun ibadətinin ruhu yoxdur. O xilqəti, o aləmi yalnız bir əbəs yerə, bir uzunqulağın ona əta olunmasında görür və gedir uca Allahın dərgahına. Burada məqsəd nədən ibarətdir? Əgər bir insan ibadət edərsə, o ibadətin mahiyyəti, kainatı əbəs bilmək, yaradılışı əbəs bilməkdir, Allahdan mənasız şeyləri istəməkdirsə, bu həmən abidin misalıdır. Niyə? Bu abiddə bədəni ibadətlər vardı. Amma bədəni ibadəti ruhlandıracaq düşüncə yox idi. Düşüncə var idi. Düşüncənin də səthi çox aşağı idi. O, həqiqət aləmini yalnız bu otlarda bilirdi.